Şəbəs, sən bizi zəif hesab eləmə. Muxtarın müxalifləri az deyil. Onun Küfədəki müxalifləri yenicə qurulmuş dövləti üçün ən əsas təhlükədir. Onun Küfənin bütün qəbilələrinə ağalıq eləyə bilməsi üçün çox vaxt lazımdır. Bir də Mərcanənin oğlu əzəmətli bir qoşunla gəlib. Ehtimalən Zübeyrin oğlu da gələcək. Məlum məsələdir. Muxtarın onların qarşısını alması üçün Küfənin daxili məsələlərindən arxayın olması lazımdır. Bunun üçün ya gərək bizim hamımızın boynunu vursun, bunu eləyə bilməz, ya da gərək bir hilə ilə ağzımızı yumsun. Ne için boynumuzu vura bilməz? Dövran onun devranıdır, ne istəsə onu da eləyə bilər. Şəbəs, ayağının altını hələ möhkəmləndirməyən hökumət heç vaxt zor işlədə bilməz. Əgər Muxtar elə əvvəldən qırıb öldürməyə başlasaydı, cəmaat qorxardı və ondan uzaqlaşardı. Hal-hazırda Muxtarın çarəsi yoxdur. Üzünə insanpərvərlik, mehribanlıq niqabı çəkməkdən başqa çıxış yolu yoxdur. Ne deyirsiniz, neyniyək? Muxtarın rahatlıq tapmasına icazə verməməliyik. Gərək daim ona zərbə vuraq ki, iflic olsun. Gərək yaxın dostlarını, rüfai kimləri şikar eləyək. Əbu Ömrə yağlı tikədi. Əcəmilər Muxtarın hökumətində böyük qüdrətə malikdilər. Biz də öz əldən çıxmış hüququmuzu tələb eləyərik. İtirilmiş hörmətimizin qaytarılmasını istəyərik. Ne üçün Muxtar ərəblə nökərləri bir tutur və onlara eyni hüquq verir? Bu istək Əbu Ömrə və dəstəsini süsləşdirə bilər. Muxtar əgər bizim beyyətimizə hörmət bəsləyirsə, istəyimizə əməl eləməlidir. Sən bizim sözümüzü Muxtara çatdırmaq üçün bizim vəkilimizsən. Bu yükün altına girməsə necə? Yükün altına girməsə, onunla döyüşərik. Şəbəs, dostlarına de ki, fitnə yaratmasınlar və bizlə düşmənçilikdən əl çəksinlər. Biz də söz veririk ki, onların tələbləri üçün çalışıb haqlarını bərpa eləyərik. Nəhayət əmir öz əsl niyyətini aşkar elədi. Muxtar ərəbdir, Mehran. Hər halda öz millətini əcəmlərin qarşısında müdafiə elədi. Bəs qərar idi əlinin dilində olsun. Yox, Muxtar açıq-aşkar ərəblə əcəmə bir gözlə baxacağını bizə söz verməmişdi. Biz nahaq yerə ona bel bağlamışıq. Bu bizim özümüzə verdiyimiz vədədir. Niyə dayanmısan Şəbəs? Sözünü çatdırdın, cavabını da eşitdin. Gedə bilərsən. Sən Allah məndən incimə, əmir. Mən kiməm ki, heç nəyəm. Sadəcə mürdəşirəm. Vay o ölünün halına ki, sən qüsul verəsən. İndi icazə verirsən dövlətimizin işi ilə məşğul olaq? Əlbəttə, əlbəttə. Mərhəmətiniz çox olsun. Dövlətiniz davamlı olsun, əmir. Kiyan. Kiyan. Sən mənim sözümdən kədərlənmədin ki? Mən qiyamdan əvvəlki Kiyanam. Əmirin siyasətlərindən xəbərsiz deyiləm. Kaş ki sirlərimi faş eləyib deyə biləydim. Onda vicdan əzabına dözmək məcburiyyətində olmazdım. Əmir Muxtarın Muxtara nə elədiyini bilirsən. Kaş ki Muxtarın istirabına şərik ola biləydim. İranlı dostlarımız nə pıç-pıç eləyirlər?
Görünür əmirin ədalətindən naümid olublar. Düşünürlər ki, əmir onların başını alladıb. Onlara de ki, narahat olmasınlar. Biz onlardanıq, onlar da bizdən. Siyasətdə bəzən kəssə yatanın cavabını daşla versən geri çəkilməz. Heç vaxt. Daşın cavabını iti qılıncla verərlər. Xoş gəlib səfa gətirmisiniz, zəhmət çəkmisiniz. Buyurun, buyurun. Xoş gəlmisiniz. Buyurun, buyurun, əyləşin. Xoş gəlmisiniz. Üzünüzə gülab suyu. Mən Şeyx Şəbəsi görəndə bilmirəm niyə qarın ağrısına düşüb ayaq yolu istəyirəm. Kəs səsini Allahın eybəcəl bəndəsi. İlahi hökmünə şükür. Bu ağılsız məxluquna görə. Yəminə zibcökşən. Yenə bu ağıldan kəm varlığı dalınca salıb gəlmirsən ki, məsələ çıxartsın, cəmaat da sizə gülsün, hə? Şeyx Şəbəs, düzdürmü ki, Muxtar Hüseynin qatillərindən intiqam almaq istəyir? Yox sənan. Bu yalan heç vaxt düz olmayacaq. Yəbnə Zilcövşən, mən Şeyx Şəbəsdən soruşuram. Çünki o, böyük alimlərimizdəndir. Səndən, qarnında düz bağırsağı olmayan birindən yox. Şeyx Şəbəscan, Əmir Muxtarı ziyarətdən nə nəticə aldın? Bizi öldürəcək, yoxsa öldürməyəcək? Buyur, cənab Şümür. Sənan, özünü apara bilmirsən, niyə çox içirsən? Yox, anamın canı üçün mən düppərəm düzəm. Bir nəcəc, sən de görüm mən sərxoşam, yoxsa ayıq? Sən bizim hamımızdan ayıqsan, Sənan. Müğayət ol ki, Muxtarın əlinə keçməyəsən, yoxsa sənə şallaq vurar. Eşq olsun gədaların və qulların əmirinə, yalançı oğlu, yalançı əmir Muxtara. Bıraxın məni, gedirəm. Muxtarın beli yoğunluğunda iki ayağım var. Mən Sənan İbn Ənəs içmişəm şərabı gəz. Tənə vurdu mənə Şəbəs. Niyə qırmısan qəfəs? Ya Allah Şəbəs. Niyə bəhs edirsən əbəs? Bu qəfəsi qırmışam ki, uçum mən bu nəhs bəxtimdən. Heç olmasa zahirən özünüzü yaxşı aparın ki, cəmaat sizə inansın. Bu axmağın, ağılsızın ağzından həmişə şərab iyi gəlir. Hara gedirsə biabırçılıq eləyir. Salam olsun Əmir Muxtara. Eşq olsun Allah qoşununun sərkərdəsinə. Zahirindən hiss olunur ki, şad xəbərlər gətirmisən. Əmir, Allah qoşunu ilk yürüşdə düşmənə həlak edici zərbə vurdu. Şam qoşununun əmiri Rəbiyyət İbn Məfarix çoxlu sayda əskərləri ilə öldürüldü. Düşərgələri bizim qüvvələrimiz tərəfindən müsadir olundu. Allahu Əkbər, Allahu Əkbər.
Allahu Ekber. Allah'a and olsun ki biz fatihlər ordusuyuq. Çünki dinimiz haqq və istəyimiz ədalətlidir. İbrahim, de ki, bin Ənəs və Allah qoşununun qələbə xəbərini hər yerə car çəksinlər ki, cəmaat şad olsun. Gərək İbn Ənəsə də məktub yazaq və xidmətlərini dəyərləndirək. Bin Ənəs xəstələnib əmir. Ordumuzda yeganə nigarançılığımız yalnız budur. Xəstəliyi nədir? Zəiflik, qızdırma və titrəmə. Bin Ənəs qəfil döyüşün şövqü ilə Mosula at çapıb. Görünür səfərin əziyyət və yorğunluğu onu daha da zəiflədib. İbrahim, bin Ənəsin xəstəlik xəbərinin yayılması məsləhət deyil. Eşidirik igid. Eşidirik. Əmir, düşmən bin həmlənin başçılığı ilə daha 3000 nəfərlik bir qoşunu bizə tərəf göndərib. Bin Məxariqin qoşununun qalanı da onlarladır. Onlar bu gecə Bənati tələ çatacaqlar. Eşitdiniz, qardaşlar? Sabah yenidən hünərimizi göstərmək günüdür. Sabah Qurban Bayramı günüdür. Nə yaxşı. Bəlkə də bayramın bərəkəti ilə fəthi daha rahat əldə edərik. Gedin, özünüzü hazırlayın ki, çoxlu qurban verməli olacağıq. Ey Allah qoşunu! Bu Şam cəmaatı hakimiyyətin tərəfdarıdılar. Və biz onlardan bezarıq. Ey Şam əhli! Siz o qullarla döyüşürsünüz ki, ağalarından qaçmış və dinindən çıxmışlar. Bu qullar həyasız, qorxusuz və qudurmuşlardır. Onlar ərəb dilində danışmırlar. Bu cəmaat Allahın sizə göndərdiyi qoyunlardır ki, həmin bu qoyunları Qurban Bayramı günündə kəsəsiz. Onlardan hər birini öldürsəz, behişdə bir ev tikmiş olarsınız.
Döyüş şeypuru! Müjdə əmir, fəth müjdəsi. Allah öz əskərlərinə yaxşı bayramlıq verdi. Şamlılar qaçırlar. Ya əmir. Əmir. Səsimi eşidirsən? İstədim ki, bir yerə yığışıb məsləhətləşək. Qaravullardan xəbər gəlib ki, İbn Ziyad 40 minə yaxın qoşunu ilə bizə tərəf gəlir. Özü də 2 dəfə bizdən zərbə alan qoşunla. Mən döyüşü davam elətdirməyi məsləhət bilmirəm. Niyə Vərqa? Bizim əsas hədəfimiz İbn Ziyad idi. Bəli, biz Mərcanənin oğlunu məhv eləmək üçün gəlmişik. Amma xatırladım ki, hal-hazırda biz 3000 nəfər, 40 min nəfərə qarşıyıq. İbn Ənəsin ölümü qoşunun əhval-ruhiyyəsini dəyişib. Əgər bu vəziyyətlə düşmənlə döyüşə getsək, mütləq məğlub olacağıq. Qayıtsaq Əmir Muxtara nə cavab verəcəyik? Əmir Muxtara məktub yazıb, ondan nə edəcəyimizi öyrənə bilərik. Mən qorxuram ki, əmirin cavabı çatmamış, çarəsiz düşmənlə qarşılaşaq. Əgər düşmən çatmamış, meydanı tərk eləsək, onda onlar elə bilərlər ki, biz sərkərdəmizin ölümünə görə meydanı tərk eləmişik. Ürəklərində bizə qarşı qorxu və dəhşət qalar. Çünki biz 2 dəfə onları məğlub eləyib başçılarını öldürmüşük. Bu həqiqətdir. Amma əgər qalsaq və Allah eləməmiş məğlub olsaq, onda əvvəlki qələbələrimizi də zayi eləyərik. Vərqanın dəlilləri olduqca mətin və ağlabatandır, sər. Bu cür şəraitdə geri çəkilməyimiz şirin bir qələbədir. Məncə əksəriyyət Vərqanın fikri ilə razıdır, hə? Mənim nəzərimcə, əgər Kufəyə qayıtsaq, hər cəhətdən qalib gəlmiş olarıq. Əgər Mərcanənin oğlunun qoşununun sayı barədə deyilənlər düz olsa, onda gərək çoxlu sayda qoşunla onların qarşısına çıxaq. Lap yaxşı. İndi ki, hamınız Kufəyə qayıtmaq istəyirsiniz, sözüm yoxdur. Qayıdaq. Amma mən dəqiq bilirəm ki, Əmir Muxtar buna razı olmayacaq. Axı niyə razı olmasın, sər? Biz ki, Allah eləməsin, itayətsizlik yaxud düşməndən qaçmaq fikrində deyilik. Əgər mərhum İbn Ənəsin nəsihətinə əməl eləmək istəsək, sərkərdə mənəm. Mən də bu şəraitdə geri çəkilməyi məsləhət bilirəm. Elədir. Mən öz fikrimi ərz elədim. Əlbəttə ki, sizə itayət borcumuzdur.
Xoş gəlmisən. Sülh quşu, döyüşdən nə xəbər? Təzə və qaynar xəbərlər. Allahın qoşunu məğlub edilməzdi. Oxu katib, görək nə yazılıb. Bu məktubda xüsusi möhür var. Bu xüsusi məktubdur. Gərək özünüz oxuyasınız. Qardaşlar, hal-hazırda xəbərdar olduq ki, bizim qoşunumuz mənfur düşmənlə 2-ci müharibədə cəsurcasına Şamlılara qalib gəlib. Allah qoşununa fəth nəsib olub. Döyüş Qurban Bayramı günü baş verib və elə həmin yerdə, yəni Bənatildə. Bizi axmaq hesab eləyir. Əgər məktub xüsusidirsə, bəs niyə məzmunu faş elədi? Qələbə xəbərini məhrəmanə göndərməzlər ki. Məncə küfəllər məğlub olublar. Bu xüsusi məktubda bir xəbər var ki, fəthin şirinliyini mənim üçün zəhərə çevirdi. Biz ən yaxşı dostlarımızdan birini əldən vermişik. Yezid İbn Ənəs dünyadan gedib. Allah ona rəhmət eləsin. Bin Ənəs şəhid oldu, amma düşmənin qılıncı ilə yox. Neçə vaxt idi ki, vəbaya düçar idi. Nəhayət ölümə təslim oldu. Rahimallahu men qara'al Fatiha. Əgər Şamlılarla döyüşdə məğlub olsaq, çox davam gətirə bilmərik. Gərək özün meydana gedəsən İbrahim. 7000 qoşunla yola düş və qüvvələri öz ordumuza çatdır. Yolu Mərcanənin oğlunun üzünə bağla. Mən də Bin Kamil və Kiyanla Küfə şeytanlarından müğayət olaram. Mən 7000 nəfərlik qoşundan geçsəm, təqribən Küfə düşərgəsinin mühafizə qüvvəsi boşalar. Başqa çarə yoxdur. İbn Ziyadla döyüşün nəticəsi dövlətimizin taleyini həll eləyir. Odur ki, bütün gücümüzlə meydana getməliyik. Kaş ki biz Küfənin xənnaslarını təhrik eləyə biləydik. Dəliklərdən çıxaydılar, biz də onların işlərini bitirəydik. Bəlkə də sənin Küfiyə getməyinlə təhrik oldular. Amma hər mənzilə çatanda bir gecə dayanmağı və mənlə məktublaşmağı unutma. İbrahim, Mədayinin sabatına çatanda düşərgə sal və elə orada da Bin Ənəsin qoşununun sizə çatmağını gözlə. Onlara yazdım ki, sabatda sənə qoşulsunlar. Bizdən əvvəl sabata çatsalar necə? Sizdən tez çatsalar lap yaxşı. Sabata çatanda mənə məktub yaz.
Mənim məktubum sənə çatmamış oranı tərk eləmə. Oldu əmir. Niyə əsəbləşmisən arvad? Sabah bir gün Küfə qoşunu Şama çatanda, qıtlıq olanda bu bir qoşun tifilləri mənim ətmi yeyəcəklər? Sən niyə inanırsan? Ayağılsız. Şam qoşunu hara, Küfə hara? Bu cəmaatın göbəyini yalanla kəsiblər. Bunlar ancaq asimandan kəndir sallamağı, sərçəni də bülbül əvəzinə cəmaata satmağı bacarırlar. Bir məni başa salın görüm, vəbaya tutulmuş sərkərdə necə başçılıq eləyib düşməni məğlub eləyə bilər, necə? Ey İbn Vəqf! Boş-boş danışma burada. Cəmaatı niyə qorxudursan, hə? Gedin işinizin gücünüzün dalınca. Tərpənin. Bu münafiqlərə qulaq asmayın. Gedin. Buyurun. Bu da bunların məntiqləri. Ay Allah keşikçisi. Niyə? Niyə cəmaata həqiqəti demək istəmirsiniz? Niyə axı siz bu cəmaatla səmimi deyilsiniz? Əgər Şam qoşunları Küfəyə gəlsələr, tezliklə gələcəklər. Bilirsiniz necə böyük bir müsibət baş verəcək? Allaha and olsun, kəsilmiş başlardan dağ düzəldəcəklər. Vallahi billahi Küfəlilər məğlub olublar. Yazid bin Ənəs Küfə qoşununun sərkərdəsi öldürülüb. Hansı ağla sığır ki, 3000 Küfəli 80.000 Şamlıya qalib gəlsinlər. Tezliklə gələcəklər. Belə görürəm ki, sənə söz təsir eləmir. Həbsxanada kimin muzdur olduğunu etiraf eləyərsən, yaxşı? Həbs edin bunu. Bu həmin muxtarın söz verdiyi ədalətdir. Ey cəmaat, Əlinin hökumətinin harasında söz danışmaq cinayətidir. Allah eləsin yalan olsun. Yalandır, qətiyyən inanmayın. Nə doğrudur, nə yalandır. Əgər yalandırsa, bəs nə üçün Əşdərnoğlu ezam olub? Bu nə yalan deyil, nə də ki lap elə düz deyil. Yalanını düzünü Allah bilir. Deyilim lal, bəs düz olsa necə? Əgər düz olsa, Küfəlinin evi yıxıldı. Şəbəs, bəxtimiz gətirdi. Muxtarın qılıncının qını boşdu. Ülgücü Əşdərin oğlunun əlində idi, o da getdi. Mən bütün müxaliflərlə danışmışam. Hamısı meydana gəlməyə hazırdılar. Mənim də bir tövsiyəm var. Bu kişinin hiləsindən qafil olmayın. Muxtar elə adam deyil ki, bərəsi suya baş vursun. Vurub Şəbəs, bərəsi suya baş vurub. Görünür bin Ənəsin məğlubiyyəti onu yaman çaşdırıb. Yalan ardınca yalan, səhv dalınca səhv. Ən böyük xatası da Ərəblə Əcəmin haqqını Beytülmaldan olan qənimətini bərabər verməsidir. Muxtarın tərəfdarlarından olan qəbilələrdən çoxu bu təhqirə etiraz eləyirlər. Söz verirəm ki, bizim səsimizi eşidən kimi Yəmənlər kimi meydana gələcəklər. Bilmirsən Rüfai ibn Şədad Yəmənlilərin pişnamazı olub? Hə, bilirəm, eşitmişəm. Biz hamımız Şümrün fikri ilə razıyıq. İndi Muxtara son zərbəni vurmağın və Küfəni onun qorxusundan xilas eləməyin vaxtı çatıb. And olsun Allaha, neçə vaxtı ki, yuxu üzünə həsrətəm. Bu da yaşayışdır. Yüyəyini qırıb, qaçmış ərəb nökərlərimizi bizə qarşı qaldırıb. Nökərlərimizə bir söz deməyə belə cürətimiz yoxdur. Məhəmmədin şəriətinin harasında gəlib ki, qullar öz ağalarına tabe olmamalıdırlar.
Yəqin İbrahimin getməyi ilə müxalifətimiz ixtişaş yaradacaq. Güman deyil. Əmir, ixtişaş qətidir. Bizim adamlarımız müxaliflərin bütün gizli fəaliyyətlərini nəzarət altında saxlayırlar. Bir tərəfdən Rufaya İbn Şəddadla Yəmənlilər, digər tərəfdən də Şəbəs və Şümrün Daru dəstəsi. Çox təəccüblüdür. Rüfaya niyə? Əgər Cəməl döyüşünü yada salsan, niyəsini bilərsən. Rüfayinin əhvalatı Təlhənin və Zübeyrin əhvalatına bənzəyir. Kaş ki, İbrahimin ezamını bir neçə gün təxirə salaydı Zəmir. Nəyə görə Kiyan? İxtişaş təhlükəsinin qarşısını almaq üçün. Fitnəkarların başçısını tutub həbs eləmək üçün bir neçə gün fürsət lazımdır. Onları ixtişaş eləmək istəmələri ithamı ilə həbs eləyək? Yox Kiyan. Bu rəftar bizim ədalət istəyən hökumətimizin şənindən uzaqdır. Mən Hüseynin qisasını almaq üçün elə bir bəhanə istəyirdim ki, dövlətimiz cəmaatın zehnində heç vaxt sarsılmasın. Müqəddəs şəriət günahkarlara tövbə fürsəti verib. Mən bilirəm ki, bu cəmaat bizim qılıncımızın qorxusundan tövbə eləyiblər. Mən elə bir iş görəcəm ki, onların alçaq xislətləri aşkar olsun. Allaha and olsun. Əgər qılıncı əl atıb qiyam eləsələr, ölüm və zillət günlərini qabağa salıblar. İbrahimin gedişi ilə bizim ixtiyarımızda çox az qüvvə qalır. Onlarla bacarmarıq. Əgər biz haqq olsaq, Allah bizə çətinliklərdən çıxış yolunu göstərəcək. Bin Kamil, mühafizənin şübhəli və süst olan qüvvələrini kənar məntəqələrə göndər. Üsyançılarla vuruşmaq üçün qiyamın tərəfdarlarından seç, yaxşı? Kiyan, sən də İranlılardan yeni güclü bir qüvvə hazırla. Allahın köməkliyi ilə zalimları əzəcəyik. Ora haradır gəlmişik? Bura evdir qızım. Axı bura evə oxşamır. Yalancı. Sus, sən yenə pis söz dedin. Bura saraydır qızım. Saray nədir? Saray çox böyük və qəşəng bir evdir. Kimindir? O padşah olan adamın. Bəs padşah nədir? Padşah hər şeyi olan böyük bir adamdır. Məsələn, nəyi var? Bu uşağın suallarının sonu yoxdur Doğmacan. Boş yere özünü yorma. Gəl qucağıma sənə o haqda danışım. Bu sarayda bütün bu gözəlliklərlə yanaşı, hörmətli xanımların pak nəfəsi çatışmırdı. Xoş gəlmisiniz. Ümidvaram vaxtınız xoş keçəcək. Nökəriniz Əbu Müflis, Küfə saraydarı. Muxtarın evi tərk eləməkdə haqqı var imiş. Ömrü boyu gözü, ürəyi sarayın dalınca olmaqda haqlıymış. Buna dəyər. Neçə illik qorxu, vahimə və çətinliyə dəyər. Əgər Küfə sarayının bu cür möhtəşəm olduğunu bilsəydim, Muxtarla az deyinib sözləşərdim. Saray yuxuya bənzəyir. Bu saray Muxtarın deyil ki, Nariyə. Bəs kimindir Doğmacan? Sənin oğlun, mənimsə mehriban ərim, bu sarayın padişahıdır. Özünü də bu sarayın şahbanusu hesab eləyirsən. Niyə də olmasın? Mən Muxtarın birinci arvadıyam. Elə deyil Ömrə. Olsun. Sən bu sarayın şahbanususan Nariyə. Amma sən Allah, bu xadimlərin yanında bir söz demə. Ayıbdır. İndi cəmaat elə biləcək ki, saray görməmişik.
Şirin Banu, yeni mənziliniz mübarək. Özünüzü bu nemətdən məhrum eləməyiniz heyif deyil. Şahanə bir saraya bənzəyir. Böyüklüyü və təmtərağı məni qorxudur. Şirin, sən Heydərimizin canı deyinmə. Qaşqabağını sallama, bəhanə də gətirmə. Günah deyil ki, bir neçə gündə biz sarayda yaşamağın dadına baxaq. Yaxşı, tutaq ki, sarayda yaşamağın dadına baxdıq və adət elədik. Bəs sonra? Sonra onun oxşarını mənim üçün düzəldə biləcəksən? Şərəfimə and içirəm ki, yox. Çalış ki, adət eləməyəsən. Allah eləsin burada qalmağımız çox çəkməsin. Yoxsa bu sarayın tikilişinin ağırlığı belimi qırar. Siz gedin içəri, mən tez muxtara baş çəkib gəlirəm. Axı biz heç yeri tanımırıq. Tanımaq lazım deyil ki, Banu. Bu qapıdan girən kimi düz gedəcəksiniz və sarayın baş hissəsinə çatacaqsınız. Orada Əbu Müflis adlı biri sizi qarşılayacaq və yaşayış yerinə aparacaq. Gəl Şirin. Neyniyək, xalanın şorbasıdır. Yeməyə məcburuq. Mən də sənin kimi gəlməyə razı deyildim. Amma yoldaşın Kiyan razı saldı. Mən bu xasiyyətimlə neyniyəcəm Railə? Gəl görüm, keçən bir gecə min gecə olmaz. Nə qəşəng yerdir. Nə gözəl yerə gəlmişik bacı. Əminsən ki, biz yuxu görmürük? Oyağıq bacı. Mən yuxuda saray görmüşəm. O bu cür gözəl değildi. Hamı gəldi? Bəli, əmir. Heç bir çətinlik yaranmadı ki? Yox, yalnız İbrahimin əyalı biraz müqavimət göstərdi. Şümrün əhvalatını ona danışan kimi razı oldu. Şümrün əhvalatını? Xəbəri eşitməmisiniz? Nə xəbər, nə deyirsən? Gümanımız düz imiş, əmir. Məğrib azanından sonra sizin evinizə hücum edib. Evi boş görəndə hirsini anası ölmüş huludan çıxıb və onu öldürüb. Yazıq hulu. Əlim o qan içən heyvana çatsa, ətindən qovurma bişirəcəm. Bilirdim ki, çaqqallar meşəni şirsiz görən kimi dişlərini göstərəcəklər. Vay olsun. Vay olsun onların halına. Bağışlayın Doməcan. Gərək bunlardan qabaq əlinizi öpməyə gələrdim. İnanın ki, qiyamdan sonra bir şirin yuxuya həsrət qalmışam. O qədər ki, bişirib düşürmüşəm, yuyub yığışdırmışam, lap əldən düşmüşəm. Yorulmayasan qızım, Allah qüvvət versin. Oğlum İbrahimin yeri boş olmasın. İbrahimlə Muxtarın əhvalatı aynan günəşin əhvalatı kimidir. Doməcan, onların olmamaqları zülmət deməkdir. Mən də çalışıram ki, gözlərimi bağlayıb ulduzları sayım. Gərək təhlükəli gecələr olsun ki, bir-birimizi görə bilək Şirincan. Sən ki, Ləfqanı tərk eləmisən. Küfədə də Nariyə adamın üzünə xoş baxmır. Onda harda görüşək? Düz sözə cavab yoxdur. Necəsən? Yenə də Günü bacının halı dəyişib. Allah səbir versin ömrə. Heyrətdəyəm ki, sən necə Nariyə ilə yola gedirsən. Sus, odu alovlandırmay qız. Bunlar kimdir, Əbu Müflis? Dövlət məmurlarının əhli əyalı olmalıdırlar. Yaxşı, bəs burada neynirlər? Nökərinizin bildiyinə görə ehtimal olunan ixtişar yatırılanadək sarayda qalacaqlar. Hansı ixtişar? Yəni siz bilmirsiniz? Hardan biləcəm? Məyər mən adamam ki, bilim? Həmişə mənə köhnəlmiş xəbərlər çatır.
Mən bildiyimə görə Əmir Muxtarın müxalifləri bir-biri ilə əlbir olub, Əmirlə vuruşmaq fikrindədirlər. Ya sahibi səbir. Ömrə, Şirin bağını gəl bura. Gəl Ömrə. Nə olub bana? Sən bilirmişsən və mənə bir söz deməmsən. Nə barədə söz deməliydim? Bərəkallah. Belə olmaz Ömrə. Yenə özün üçün kəsmisən, biçmisən Nariyə. Axı nə olub? Qərar idi, bir-birimizlə səmimi olaq. Mən həmişə səndən səmimi olmuşam, amma səni bilmirəm. Sən bilmirdin ki, biz sarayda həbs olunacağıq? Bilmirdin bir sürü qadınla bir tavanın altında qalacağıq? Niyə? Bilirdim. Bəs niyə mənə bir söz demədin? Sənin eşitməyə qulağın yox idi Şahsənəm. Sarayın gözəlliyindən o qədər heyrətlənmişdin ki, qulaqların heç nə eşitmirdi. Ey, bəxtəvər başına Nariyə, sən saray əhli olmusan. Əşhədü ən la ilahə illəlləh vəhdəhu lə şərikə ləh. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allahu Ekber, Allahu Ekber. Allah qəbul eləsin. Allah qəbul eləsin. Cənab Rüfayə, gərək etiraf edeyim ki, bu gecə ömrümün ən mənəviyyatlı namazını qılmışam. Allah sənə ömrü versin, xeyr işə səbəb oldun. Bu gecəki yığışmamız kafir öldürməkdir. Kaş ki, sənin keçmiş dostların bunun mənasını dərk edib, müsəlmanların arasında ayrılıq salmazdılar. Mən sənin kimi düşünmürəm, Yəbnə Zilcövşən. O gündən ki, siz şeytanların Neynəva səhrasında Peyğəmbər evladı ilə nə etdiyinizi eşitdim. Sizin qanınızı tökməkdən başqa bir arzum olmayıb. Allah Muxtarı bağışlamasın ki, öz alçaq niyyəti ilə Hüseynin qanına xəyanət etməklə mənim kimi birini sizin kimlərin yanında qərar verdi. Bu da mənim bəxtsizliyimdəndir ki, arzularım ürəyimin həsrətinə çevrilsin. Cənab Rüfayə, niyə düşməncəsinə danışırsınız? Adəm övladı caizül xətadır. Şeytanın hiləsinə aldanıb tələyə düşür. Biz hamımız Neynəva səhrasında kar və kör idik ki, tələyə düşdük. Buna görə də tövbə qapısı həmişə açıqdır. Tövbə qapısı adamın üzünə açıqdır, şeytanın yox. Köhnə məsələləri açmaqdansa, ümumi düşmənimiz barədə düşünmək yaxşı olardı. Niyə? Hal-hazırda Muxtar mənim və sizin müştərək düşməninizdir, odur ki, diqqətlə qulaq asın. Yalnız Muxtarla düşmənəm. Ona qarşı cihad etmək üçün sizinlə müttəfiq olmuşam. Mənim Peyğəmbərin əhl-i beytinin qatilləri ilə düşmənçiliyim qiyamətə dək qalacaq. Onda çalışın ki, Muxtar kimi bir bəlanı aradan götürək. Yoxsa hamımızın dinini və dünyasını məhv eləyəcək. Nə eləməliyəm? And içim ki, Muxtarla düşmənçilikdə israrlı və inadlıyam. Cənab Rüfayə, siz Muxtarın dilinin sehrini bilirsiniz. Qorxuram tilsimli sözlərindən titrəyib meydanı tərk eləyəsiniz. Muxtarın sehirli tilsimli dili sizin kimi pəltəklər üçün qorxuludur. Bilin. Mənim geri çəkilmək fikrim olsaydı, heç vaxt Muxtarla qarşı-qarşıya durmaz, onun əqidəsi ilə müxalifət etməzdim. Bir şübhəm vardı, dilə gətirdim ki, Allah eləməmiş töhmət və qeybətə səbəb olmasın. Biz bu gecə Küfə sarayını mühasirə eləyəcəyik. Siz və Yəmənlilər bizim xəbərimiz sizə çatanədək elə burada qala bilərsiniz. Allah qoysa, yaxın 2-3 gündə
Muxtarın şərri özü ilə birgə dəfn olunacaq. Və əleykə salam. Və əleykə salam. Salam əleyküm. Əleykə salam. Və əleykə salam. Salam əleyküm. Və əleykümə salam. Və əleykə salam. Əhlən və səhlən. Əhlən və səhlən. Düşünürəm ki, burada niyə olduğunuzu yaxşı bilirsiniz. Müxaliflərimiz, Aşura qiyamında əli olanlar ixtişaş eləmək fikrindədirlər. Ehtimal verirəm ki, əsasən Küfənin rəzil və quldurlarından olan bu üsyançılar qiyama zərbə vurmaq üçün qiyamda iştirak edən kişilərin ailə üzvlərini incitmək istəyirlər. Yəni, sizin ərlərinizin. Odur ki, sizin saraya gəlmənizi istədim ki, düşmənin təhlükəsindən amanda qalasınız. Kişiləriniz də düşmənin şəhərini dəf eləmək üçün rahat vuruşsunlar. Siz hökumət evinin əziz qonaqlarısınız. Bu sarayın zahiri gözəl, daxili isə təhlükəlidir. Sizə nəsiyyətim budur ki, ehtiyatlı olun, xasiyyət və rəftarınızı dəyişməyin. Ömrə xanım saray qayda qanunları ilə yaxşı tanışdı. Sizə daha rahat yaşamağınız üçün kömək eləyə bilər. Küstü 5. Sakit. Mən nə etməliyəm, Muxtar? Dini qaydaları soruşursunuz, xanım. Yox. Vəzifəmi bilmək istəyirəm. Məlumdur. Sənin vəzifən daxili işləri idarə eləməkdir. Mənə üzürlü hesab elə, Muxtar. Məndən əvvəl Nariyədir. Xəlifənin kisəsindən bağışlayırsan. Bu işi ona görə sənə tapşırıram ki, Nariyədən daha yaxşı bacarırsan. Doğmacan, xəcalətliyəm. Yenə də eviniz olmayan yerdə yaşamağa məcbur olmusunuz. Gileylənmirəm, oğlum. Mənə də bir neçə gün məcburi olaraq zindanın havasını duymaq nəsib oldu. Əcəb yerində dedin. Banu Rahilə, eşitmişəm gəlmək istəməmsiz. Haqqınız var. Sizdən sarayda yaşamağa rəğbətinizin olmamasını gözləyirik. Düşmənin xəbis niyyəti olmasaydı, sizi məcbur eləməzdim. Əmir, gəlməməyimin səbəbi cəmaatın söz-söhbətinə görədir. Qorxdum ki, düşmən sarayda yaşamağımızı şeytanın bayrağı eləyər, avam cəmaat da inanar. Afərin. Bu gözəl xüsusiyyətinizlə İbrahim kimi böyük sərdara layiqsiz. Afərin. Əbu Müflis. Bəli, əmir. Qonaqları qalacaqları yerə aparın və qulluq eləyin. Buyurun. Buyurun. Şirin Banu, kiçik bir ərzim var. Eşidirəm, Əmir. Əgər təsadüfən Ümmü Sabitdən kinayəli söz eşitsəz, böyüklüyünüzlə onu bağışlayın. Məbadə xətrinizə dəysin. Məndən kiyan neçə illərdir ki, onun dil yarasına adət eləmişik. Arxayın olun, Əmir. Heç kim Əmir Muxtarın və Kiyanın yanında mənim xətrimə dəyə bilməz. Ömrə xanım olduğu üçün. Nariyə xanımın dilinin acılığını Ömrə xanımın şirin dili aradan aparır. Afərin. Lap yaxşı. Bizim bu Kiyanın balaca pəhləvanı kişi olub düşmənlərlə döyüşə gedəcək?
Bağışlayın. Allah saxlasın. Salamat olun. Buyurun. İçəri keçmək istəmirsən, Nariyə? Yox, Muxtarcan. Nariyə bu sarayda artıqdır. İstəmirəm. Mənlə uşaqlarım öz ev eşiyimizə, iş gücümüzün dalınca gedəcəyik. Nariyə, bu tünd xasiyyətindən nə vaxt əl çəkəcəksən, hə? Zorla deyil ki, Muxtar. Axı niyə narahat olursan? Qoy bu saray Ömrə xanımın olsun. Çünki atası bir gün bu sarayın padişahı olub. Divanə. Əgər ağıllı olsan, burada da öz evindəki kimi hökm sürə bilərsən. Ömrə bir kərə yalnız bələdçidir. İstəmirəm, Muxtar. Bir qoşun qadın və uşaqla bir tavan altında yaşaya bilmərəm. Öz evimdə daha rahatam. Hansı öz evin? Nə qədər ki Şümür İbn Zilcöfşən sağdır, Muxtarın evi xarabadır. Gecə yarı evinə hücum eləyiblər. Nə? Hulunu öldürüblər. Dublyajın rejissoru Süleyman